Bugün xırda şeylərdə çox mərtəbəli binalardan danışacağıq. Ümumi bloka əşyalarınızı yığmayın. Gec saatlarda yüksək səslə musiqi dinləməyin. Zibili qapının ağzında saxlamayın. Qapınızdan zibili götürmə xidməti varsa, zibilinizi həmin saatda qapıya qoyun. Məsələn, bazar günü bu xidmət yoxdursa, zibili özünüz atın. 2 gün zibili blokda saxlamayın. Təmir edirsinizsə, qonşulara əvvəldən xəbərdarlıq edin. Səs-küylü işləri istirahət vaxtına saxlamayın. Məsələn, günorta balaca uşaqların yatmaq vaxtıdır. Bunu nəzərə alın. Liftdə tikinti tullantıları daşıyırsınızsa, təmiz saxlayın. Ümumi əmlaka öz şəxsi əmlakınız kimi yanaşın. Siqaret tüstüsü ilə qonşuları narahat eləməyin. İtiniz varsa, ümumi sahələrin təmizliyinə fikir verin. Qonşularla salamlaşmaq heç də pis fikir deyil. Pəncərədən, balkondan zibili çölə tolazamayın. Yaxşı qonşuluq kiçik davranışlarla başlayır. Yaxşı qonşunuz varsa, deməli 1-0 öndəsiniz. Bunlar xırda şeylərdir, amma yaxşı qonşular elə xırda şeylərlə seçilir.